Axşamınız səhər idman xəbərlərini təqdim edirik. UEFA Avroliqa turnirində ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Birinci mərhələnin uğurlu dəftin iki komandamız Inter və Xəzər Lənkəran doğmazdakı işləri önündə qalib gəlməsələr də məğlub olmayıblar. Mərdəkindəki dağa Arenada Yunanistanın Asteras Tripolis klubu ilə qarşılaşan Inter 46-cı dəqiqədə Talya Şütsün qolu ilə hesabı atsa da üstünlüyü qoruya bilməyib. 54-cü dəqiqədə komandamızın cərimə meydançasına yaranmış qarşılıqdan istifadə edən Fernando Lucero qonaqların bərabərlik qoluna imza atıb. Inter 1, Asteras Tripolis 1. Oyundan sonra keçirilən mətbuat konferansında Interin baş məşqçisi Kakhaber Skadadze ilk hissədə komandasının oyundan razı qalmadığını, lakin ikinci 45 dəqiqədə futbolçuların məzmunlu oyun nümayiş etdirdiyini bildirib. Onun fikrincə, bəzi epizodlarda oyuncuların inamsız çıxışı qələbə qazanmağa imkan verməyib. Qonaq komandanın baş məşqçisi Sakis Tsiyolis isə jurnalistlərə bildirib ki, Interlə oyuna təxminən bir aydır ki hazırlaşırlar və bu nəticədən razıdırlar. Taktiki cəhətdən düzgün oynadıq. İndi hər şey cavab oyundan asılıdır. Çalışacağıq ki, meydan amilindən yararlanıb mərhələ keçək. Xəzər Lənkəran Lex Poznan oyunda da qalib müəyyənləşməyib. Artıq 3-cü dəqiqədə Branimir Subašić dəqiq zərbə ilə yerli azarkeşləri ayağa qaldırıb. Ancaq Polşa təmsilçisinin cavabı özünü çox gözlətməyib. 18-ci dəqiqədə Mozlerin Matavs komandasını məğlubiyyətdən xilas edib. Xəzər Lənkəran 1, Lex Poznan 1. Görüşdən sonra Xəzərin baş məşqçisi Yunus Senov oyunun çox gərgin keçdiyini və rəqibin topa yaxşı nəzarət etdiyini deyib. Adi vəziyyətdə top buraxdıq. Çalışıb səfərdəki qarşılaşmada bunu təkrarlamamalıyıq. Qələbə topunu da vura bilərdik, amma alınmadı. Rəqib komandanın çalışıcısı Mariusz Rumak isə bildirib ki, komandalar arasındakı duelin yalnız ilk hissəsi oynanılıb və hər şeyə Poznanda aydınlıq gələcək. Əlavə edək ki, komandalarımız cavab oyunlarını iyulun 26-sında səfərdə keçirəcəklər. Bugün isə UEFA-nın yolundakı mənzil qərargahında həm Çempionlar Liqası, həm də Avroliqa turnirində 3-cü təsnifat mərhələsinin püşkü atılıb və komandalarımızın mümkün rəqibləri müəyyənləşib. UEFA Çempionlar Liqası turnirindən mübarizə aparan Neftçi 3-cü təsnifat mərhələsindən vəsqə qazanacaqsa, o halda Slovakiyanın Jilina və ya İsrailin Hapoel İroni Kiryat komandalarından biri ilə üz-üzə gələcək. Bu kollektivlər arasındakı ilk oyunda Jilina doğma meydanda 1-0 hesabı ilə qalib gəlib. Xatırladaq ki, ikinci təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Gürcüstanın Zestafoni komandasını 3-0 hesabı ilə məğlub edən Neftçi iyulun 24-nə keçiriləcək cavab görüşü öncəsi əhəmiyyətli üstünlük əldə edib və növbəti mərhələyə çıxmağa çox yaxındır. Üçüncü təsnifat mərhələsinin oyunları iyulun 31-i, avqustun 1-də, cavab görüşləri isə avqustun 7-si 8-nə keçiriləcək. Neftçi mərhələ adlayarsa ilk oyunu səfərdə keçirəcək. Hər halda potensial rəqiblər arasında Dinamo Zagreb Xorvatiya, Basel İsveçrə, Partizan Serbiya və Celtic Şotlandiya kimi komandalar olduğundan püşkü nəticəsini uğurlu saymaq olar. Amma təbii ki, öncə Zestafoni keçmək şərti ilə. Avroliqa turnirindəki rəqiblərimizə gəlincə, cavab görüşlərində işi o qədər də asan olmayacaq. Komandalarımıza müxtəlif səviyyəli rəqiblər düşüb. Əgər Inter Asteras səddini keçərsə, o zaman Portuqaliyanın Maritimo komandası ilə qarşılaşacaq. Xəzər Lənkəran isə Poznan səddini arxada qoyarsa, İsveçin AEK və ya İslandiyanın Hafnarfjordur kollektivlərindən biri ilə qarşılaşacaq. Üçüncü təsnifat mərhələsinin ilk oyunları avqustun 2-sində, cavab görüşləri isə bir həftə sonra, avqustun 9-da keçiriləcək. Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Olimpiya oyunlarında müstəqil respublika kimi iştirakının 20 illiyi münasibətlə tədbir keçirilib. Tədbirdə Olimpiya oyunlarında uğur qazanmış idmançılarımızdan bəhs edən Azərbaycan 30-cu yay Olimpiya oyunlarında kitab ictimaiyyətə təqdim edilib. İdmançıların hazırlıq prosesi ilə bağlı məşqçilərin hesabat dinlənilib. Bildirilib ki, 30-cu London yay Olimpiya oyunlarında ölkəmizi idmançılar bərabər müxtəlif idman növlərində 6 hakim təmsil edəcək. Qeyd edək ki, Olimpiya heyətimiz iyul ayının 24-də tibbi yoxlamaların keçirdikdən sonra Londona yola düşəcək. Polşanın Katowice şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa çempionatı davam edir. Sərbəst güləşçilərin mübarizəsindən sonra xalça üzərinə zərər cinsi nümayəndələri çıxıb və yığmamız artıq medal hesabını açıb. 65 kiloqramda çıxış edən Ragnetta Qurbanzadə Ukrayna, İsveç və Rusiya rəqiblərini məğlub edərək finala çıxıb. Amma hələci görüşdə Bolqarıstan nümayəndəsindən uzaraq gümüş medal qazanıb. 56 kiloqramda Alyona Kolesnik isə 5-ci yer tutub. Bugün 40, 46, 52, 60 və 70 kiloqram çəkili qızlar arasında qaliblər müəyyənləşəcək.
Yeniyetmələrin Avropa çempionatında uğurla çıxış etməklə 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş yığmamız isə artıq vətənə dönüb. Yarışa böyük məşqçi Əskərxan Novruzov və məşqçi Vahid Məmmədov rəhbərliyi altında yola düşən güləşçilərimizdən 50 kq Ruslan Surxay və 63 kq çəki dərəcəsində Ənvərbəy Dalqatov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 42 kq Coşqun Məmmədov, 58-də Cahid Həsənzadə, 76 kq çəki dərəcəsində Məhəmməd Hacı Muxutov və 85 kq Şermə Baqayev yalnız finala uduzaraq gümüş medala sahib olublar. 54 və 69 kq çəkili pəhlivanlarımız Elçin Vəliyev və Şamil Sədullayev isə medal kolleksiyamıza bürünc əlavə ediblər. Azərbaycan yığması komanda hesabında Rusiya ilə bircə 28 xal toplasa da qızıl medalların sayına görə Rusiya birinci, Azərbaycan ikinci olub. İlk üçlüyü isə 48 xalla Ukrayna tamamlayıb. İspaniyanın Tenerife şəhərində güc strukturları əməkdaşlarının ümumi Avropa oyunları keçilib. Yarışda çıxış edən həmvətənlərimiz müxtəlif əyarla 18 medal qazanıblar. 22 ölkənin qatıldığı yarışda iştirakçılar 74 idman növü üzrə bacarıqlarını nümayiş etdiriblər. Medallar uğrunda meydan sahibi İspaniya ilə yanaşı Azərbaycan, Avstriya, Belçika, Braziliya, Rusiya, Qazaxıstan, Bolqarıstan, İspaniya, Fransa və digər ölkələrin təmsilçiləri qüvvələrini sınayıb. Ölkəmiz isə 5 nəfərlə təmsil olunub. Heyətə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Maiz Hacımuradov, Toğrul Quliyev və Səlim Salmanovla yanaşı Çevik Polis Alayının xüsusi təyinatlı taborunun nümayəndələri Elşən İbişovla Ruslan Seyidov daxil edilib. Uğurlu çıxışla yada qalan yığmamız vətənə müxtəlif idman növləri üzrə 7 qızıl, 8 gümüş və 3 bürünc medal gətiriblər. Yarış çox ağır oldu, lakin biz bu ağır döyüşlərdə, ağır güləşdə qalib çıxdı. Azərbaycan xalqını sevindirdi. Azərbaycan bayrağın 23 dövlətin içində dalğalandırdı və sübut elədi ki, Azərbaycanın güc strukturları Avropanın ən güclü güc strukturlarından biridir. Həmvətənlərimiz daha çox sambo, judo, jiu-jitsu və klassik güləşdə fərqləniblər. Məqsəd ancaq qələbə qazanmaq və qızıl medalı Azərbaycana gətirməkdir. Bunun da çox şükürlər olsun ki, əldə etdik. Bizə böyük dəstək və köməyə görə, bizi ora göndərdiklərinə görə Daxili İşlər Nazirliyinə, rəhbərliyinə böyük minnətdarlığımızı bildiririk. Biz də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olaraq öz cənab nazirimizə dərin təşəkkürlərimizi bildiririk. Bizə göstərdiyi dəstəyə görə, bizə inandığına görə. Yığma komandanın üzvləri Avropa oyunlarına qazanılan medalları Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin əməkdaşı polkovnik leytenant Elşad Quliyevin əziz xatirəsinə həsr ediblər. Və sonuncu xəbərimiz İspaniyanın Real Madrid klubunun rəhbərliyi komandanın ev oyunlarını keçirdiyi Santiago Bernabéu stadionunun adını dəyişməyi düşünür. Məsələnin kökündə isə maliyyə amili durur. Qeyd edək ki, stadion bir vaxtlar komandanın oyuncusu, sonradan isə əfsanəvi prezidenti olmuş Santiago Bernabéu'nun adını daşıyır. Klub rəhbərliyi isə maliyyə problemini həll etmək üçün arenanın adını satışa çıxarmaqda fikirləşir. Yeganə tələb isə stadionun yeni adında Bernabéu soyadının saxlanılmasıdır. 5 illik müqaviləyə əsasən klub büdcəsini 53 milyon avro zənginləşdirməyi düşünür. Həllik bu təklifə Birləşmiş Ərəb Əmirliklərinin Fly Emirates şirkəti maraq göstərib. Əgər danışıqlar müsbət nəticələnərsə, Real Madridin stadionunun sonraki 5 il ərzində Fly Emirates Bernabéu adlanacaq. Sizə çatdıracaqlarımız bu qədər. İdman xəbərlərini həftə içi hər gün saat 15:30-da Radio Liderdə dinləyə bilərsiniz. Efirimizi sabah haqqında məlumatla davam etdirək. Salamat qalın.